12 noyabr üçün bürclərin ən düz pul uğur proqnozu. Bu gün ani qərarlar maliyyə baxımından xeyir gətirə bilər. Gözlənilməz gəlir və ya sürətli qazanc ehtimalı var. Məsləhət, risk etməyə dəyər, amma ölçülü addım at. Buğa uğur enerjisi sənə tərəf axır. Əldə etdiyin bacarıq bu gün pul şəklində geri dönə bilər. Xüsusilə bazarlıq və satışla bağlı işlərdə şanslısan. Məsləhət, pul gəlirini saxla, sərfiyyata tələsmə. Əkizlər, yeni gəlir qapısı açılır. Ətrafdan təklif və ya işgüzar ideya ala bilərsən. Uğurun səndən yana olacaq. Məsləhət, yeni ideyalara açıq ol. Xərçəng, bu gün maliyyə baxımından sabitlik yaranır. Keçmişdə etdiyin zəhmət bu gün sənin üçün qazanca çevrilə bilər. Məsləhət, qazanclarını düzgün idarə et. Şir, pul enerjisi yüksəkdir, xüsusilə səhər saatları sənə bolluq gətirəcək. Ətrafdakı insanların dəstəyi ilə uğurlu nəticə əldə edəcəksən. Məsləhət, öz fikrində israrlı ol. Qız əmək və səbrin nəticəsini görəcəksən. Qazanc yavaş-yavaş, amma sabit şəkildə artır. Məsləhət, tələsmə, sabit addımlarla davam et. Tərəzi, gözlənilməz gəlir və ya hədiyyə var. Uğur enerjisi sənə dostlarından və əlaqərdən gələcək. Məsləhət, əlaqələrini güclü saxla. Əqrəb, pul axını sənin tərəfinə yönəlir. Xüsusilə gizli və planlı işlərdə böyük qazanc var. Məsirlərini paylaşma, səssizcə irəlilə. Oxsatan, bu gün riskli addım uğurla nəticələnə bilər. Maddi baxımdan yüksəliş dövrünə girirsən. Məsləhət, özünə inamı qoruyub saxla. Oğlaq, gözlənilən ödəniş və ya bonus gələ bilər. Əmək və məsuliyyət bugün sənin əsas uğur mənbəyindir. Məsləhət, sakit qal və planlı hərəkət et. Dolça, pul sahəsində bürcün ulduzları parlayır. Xüsusilə onlayn fəaliyyətlər və yaradıcılıq işlərində qazanc gözlənilir. Məsləhət, texnologiyadan maksimum istifadə et. Balıq, maddi vəziyyətin yavaş-yavaş düzəlir. Uğurun əsas açarı duyğularına deyil, məntiqinə güvənməkdir. Məsləhət, xərc planı hazırla, qənaət vacibdir. Günün ən şanslı bürcləri: Şir, Buğa və Əqrəb. Pul enerjisi ən güclü olanlar. Oğlaq və Tərəzi